Salam hörmətli abituriyentlər. 7-ci sınaq imtahanının izahına başlayırıq. Sxemi tamamlayın. Deməli, salon islahatları birinci şərtdə verib kəndlərin torpağa görə bütün borclarının ləğv edilməsi, qalan iki şərti biz tapmalıyıq. Yoxsul vətəndaşların bütün vəzifələri tutma hüququnun əldə etməsi belə bir şərt yox idi. Bu sonraki illərdə 5-ci əsrlərdə 5-ci əsrdə Periklin dövründə olmuşdur. Taxıl və digər zəruri məhsulların ixracının qadağan edilməsi belə bir şərt var idi salon islahatında. 3. Aristokratların həyat və əmlakının toxunulmaz elan edilməsi yox idi. Daha çox drakon qanunları aristokratların belə deyək, hüquqlarını qoruyurdu. Borca görə qul edilən afinalların azad edilməsi belə bir şərt orada da var idi. 5-ci şərt ordu və donanmaya rəhbərlik edən strategiləri seçilməyə başlanması. Bu şərtdə verilən salon islahatlarında yox idi. Düzdür, o da 6-cı əsrdə strategilər seçilməyə başlamışdır, amma salon islahatına aid deyildi. İkinci sual, Afina şəhər dövləti, Makedoniya dövləti. Deməli, Suriya, Fələstin və Misiri ələ keçirilmişdi. Bu deməli aiddir, Makedoniya dövlətinə aiddir. Makedoniya dövlətinə aiddir. Balkan yarımadasının şimalında yerləşirdi. Bu da Makedoniya dövlətinə aiddir. Eramızdan əvvəl 6-cı əsrin sonunda üsyan nəticəsində tiranlığa son qoyulması. Bu Afina şəhər dövlətinə aiddir. D variantı, dövlətin əsasını Lakonika işğal edən Dorilər tərəfindən qoyulması. Bu Sparta şəhər dövlətinə aiddir. Müstəqilliyin Ərməni imperiyası tərəfindən son qoyulması, bu da aid deyil. Beləliklə cavab burada 1C variantı gedəcək. 2 deməli A, B olacaq. Cavab burada bu variantı. Növbəti sualımız 3-cü sualdır. Deməli, qədim Misir tarixinin eramızdan əvvəl 4-cü minilliyə olan hadisələri müəyyən edin. Yazının meydana gəlməsi bəli düzdür. 4-cü minillikdə meydana gəlmişdir. Yuxarı və aşağı Misirdə müstəqil padşahlıqların yaranması, bunu da qəbul edə bilərik 4-cü minillikdə. Dövlətin imperiyaya çevrilməsi 2-ci minilliyə aiddir, eramızdan əvvəl cavab ola bilməz. Hetlərlə sülh müqaviləsinin imzalanması eramızdan əvvəl 13-cü əsrdə olmuşdur. Bu da 1-ci minilliyə aiddir, 2-ci minilliyə aiddir. Memfis şəhərinin dövlətin paytaxtına çevrilməsi, bəli, Misir dövlətinin ilk paytaxtı Memfis şəhəri idi. 4-cü minillikdə cavab burada deməli 1, 2, 5 E variantı. 4-cü sualın cavabı qədim Yunan mədəniyyətinə aiddir. 4-cü sualda ionik sütunlardan istifadə edilmişdir. Ramayana dastanının yaranması Hindistana aiddir. Betonun ixtirası Romaya aiddir. İlk olimpiya oyunlarının keçirilməsi eramızdan əvvəl 778-ci ildə 776-cı ildə üzr istəyirəm, bəli aiddir. Panteon məbədinin deməli inşa edilməsi, Panteon məbədi Romada olmuşdur. Parfenon məbədi Yunanistana aiddir. İlk teatrında meydana gəlməsi bəli Yunanistan tarixinə aiddir. 6-cı əsr sonu 5-ci əsrin əvvəllərində. Beləliklə cavab burada 1, 2 deməli biz 1 4, 6 cavab 6'nın 4-cü sualın cavabı A variantı. 5-ci sualın cavabı göstərənlərin aid olduğu döyüşün müəyyəndir. Yunanlar məğlub oldular. Spartadan başqa Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. Söhbət burada eramızdan əvvəl 338-ci ildə baş vermiş. Deməli, Makedoniya dövləti ilə Yunan şəhər dövlətləri arasında baş verən Fermopil döyüşündən gedir. Cavab C variantı. 6-cı sual, qədim Roma imperiyasının 2-ci əsrin tarixi üçün xarakterikdir. Söhbət bizim eramızın 2-ci əsrindən gedir. Qulların öldürülməsinin qadağan edilməsi, bəli cavab burada budur. Adrianın dövründə eramızın 2-ci əsrində olmuşdur. Qıra qardaşların islahatı eramızdan əvvəl 2-ci əsrə aiddir. İmperiyanın 2 müstəqil dövlətə parçalanması 395-ci ildə Qərbi və Şərqi Roma imperiyası. Paytaxtın Vizantiya köçürülməsi 330-cu ilə aiddir. Bizim eramızın 4-cü əsrdir. Sardiniya və Korsika adaları işğalı eramızdan əvvəl 3-cü əsrdə olmuşdur. Cavab burada A variantı. 6-cı sualın izahına keçirik.
Eramızdan əvvəl, üzr istəyirəm, 7-ci sualın cavabına. Eramızdan əvvəl 3-cü minilliyin tarixinə aiddir. 3-cü minilliyə. Sparta şəhərin əsasının qoyulması, xeyr, belə bir cavab ola bilməz. Bu 1-ci minilliyə aiddir. Akkad dövlətinin iki arasında vahid dövlətə birləşdirilməsi eramızdan əvvəl 24-cü əsrdə olmuşdur. Bu düzdür. Qədim Misirdə ilk yazının meydana gəlməsi 4-cü minillikdə olmuşdur, ola bilməz. Hindistan və Harappa şəhərinin meydana gəlməsi eramızdan əvvəl 3-cü minillikdir. Növbəti Çinin Sin sülaləsi tərəfindən vahid dövlətə birləşdirilməsi eramızdan əvvəl 221-ci ildə. Bu aidi 1-ci minillikdə cavab ola bilməz. Azərbaycan Cənubi ilk dövlət qurumları eramızdan əvvəl 3-cü minillikdə ilk dövlət qurumları yaranmışdır. Beləliklə cavab orada 2, 4, 6-cı variantı. Növbəti sualımız hadisə və nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Fermopil döyüşü Əhəməni ordusu bütün Yunanistanı işğal etmişdi. Xeyr, eramızdan əvvəl 480-cı ildə baş verən Fermopil döyüşdə yalnız Orta Yunanistanı işğal edə bilmişdilər. Şimaldan Dori tayfalarının yürüşü Krit padşahlığının süqutu, xeyr, Krit padşahlığı təbii fəlakət nəticəsində süqut etmişdir. Qranik döyüşü Əhəməni ordusunun məğlub edilməsi, bəli, düzdür. Eramızdan əvvəl 334-cü ildə baş vermiş Qranik döyüşündə Əhəməni ordusu məğlub edilmişdir. Afina dəniz ittifaqının yaradılması, Əhəməni ordusunun məğlub edilməsi. Bəli, Yunan-İran müharibəsi gedişində Yunan şəhər dövlətləri Afinanın başçılığı ilə Afina dəniz ittifaqını yaratmışdılar və Əhəməni ordusunu məğlub etmişdilər. Cavab burada 3-4-dü variantı. Növbəti sualımız sxemi tamamlayın. Tiranlı idarəçiliyinin yaranması, ordu və donanmaya rəhbərlik edən strateqlərin seçilməyə başlanması, əmlakından asılı olmayaraq bütün vətəndaşlara xalq yığıncağında iştirak etmək hüququnun verilməsi, bütün göstərilən bu tarixi faktlar deməli Afina şəhərinin, şəhər dövlətinin eramızdan əvvəl 6-cı əsr tarixi ilə bağlıdır. Növbəti 10-cu sualımız qədim Yunanistanın eramızdan əvvəl 8-ci əsr tarixinə aiddir. Homerin İlyada və Odisseya poemalarının yaratması, bəli, düzdür, 8-ci əsrdə yaranmışdır, 6-cı əsrdə yazıya alınmışdır. Spartada tiranlığın yaranması aid deyil, 6-cı əsrdə. İlk dəfə Olimp oyunlarının keçirilməsi 776 aiddir, götürməliyik. Yunan, belə deyək, Yunan Əhəməni müharibələrinin başlanması, deməli başlayıb Yunan Əhəməni müharibələri başlayıb deməli 6-cı əsrdə başlamışdır. Ola bilməz. 5-ci ildə başlayıb aid deyil. Orta Yunanistanda Afina şəhər dövlətinin yaranması, bəli, aiddir. Yəni cavab orada 1, 3, 5. Şagirdlər buna diqqət etməlidirlər ki, Afina şəhərinin yaranması tarixi 2-ci minillikdir. Afina şəhər dövlətinin yaranması isə deməli 8-ci əsrdir. Cavab orada 1, 3, 5. Növbəti sualımız 11-ci sual. Qədim Misir dövləti 1-ci Tutmos və 2-ci Ramzes. Nubiyanın tabe edilməsi, bəli, aid götürə bilərik. İlk dəfə Nubiya tabe edilmişdir. B variantı ilk dəfə Misir ərazisinin vahid dövlət tərkibində, xeyr. 1-ci Tutmosa aid deyil. Minanın dövrünə birləşdirilmişdir. Fələstin və Suriyanın işğal edilməsi aiddir. Bir acı olacaq burada. 2-ci Ramzes dövlətin şimal sərhədləri ilk dəfə Fərəd çayına çatması 1-ci Tutmosa aiddir. Cavab götürə bilməz. Kadeş sülh imzalanması, bəli, eramızdan əvvəl 13-cü əsrdə Suriya üstündə, Suriya uğrunda müharibə ilə Het dövləti ilə Kadeş müqaviləsi imzalanmışdır. Aiddir. İlk piramidaların inşa edilməsi də aid deyil. Beləliklə bir acı, 2 B variantı, 11-ci sualın cavabı deməli A variantı. 12-ci sual. Afina şəhər dövlətinin 5-ci əsr tarixinə aiddir. Attikanın azad kişi sakinlərinə vətəndaşlıq hüququnun verilməsi 6-cı əsrə aid götürə bilmərik. Sparta ilə müharibədən məğlub olması, bəli, 431-404-cü illərdə Sparta ilə müharibə olmuşdur, Afina məğlub olmuşdur. Strateq vəzifəsinin təsis olunması 6-cı əsrdir, aid deyil.
Yoxsullara dövlət vəzifəsini yerinə yetirmək üçün əmək haqqını verilməyə başlanması bu Perikles statına nəzərdə tutulmuşdur. 5-ci əsrə aiddir. Əhəməni hökmdarı 3-cü Daranın hücumlarına məruz qalması, ümumiyyətlə 3-cü Dara 5-ci əsrdə hakimiyyətdə olmamışdır və Əhəməni dövləti də həmin dövrdə 1-ci Dara başçılıq edirdi. Beləliklə cavab burada 2-4. Növbəti sualımız 13-cü sual. Xan sülaləsindən fərqli olaraq Sin sülaləsi dövründə Böyük Çin səddi inşa edilməyə başlanmışdır. Bəli, 221-ci ildə eramızdan əvvəl düzdür. Dəmir emalının başlanması heç bir sülalaya aid deyil. 6-cı əsrdən başlayır. Böyük Hun hökmdarı Metit Hanhu ilə sülh müqaviləsinin imzalanması Xan sülaləsi hakimiyyət dövrünə aiddir. Söhbət orada 200-cü ildə imzalanmış Pinçin müqaviləsindən gedir. Ölkədə ilk yazının meydana gəlməsi aid deyil. Çin əhalisi vahid xalqa çevrilməsi Xan sülaləsinə aiddir. İlk dəfə Çin ərazisinin vahid dövlətdə birləşdirilməsi bəli aiddir. Cavab burada 1-6. Deməli, bunlar Sin sülaləsinə aiddir. Qədim Roma tarixinə aid olan hadisələrin xronoloji ardıcıllığı müəyyən edin. Deməli, bütün burada baş verən hadisələr eramızdan əvvəl olduğu üçün də eramızdan əvvəl qeyd eləmirik. 12 lövhə qanunu 5-ci əsr, padşahlıq idarəçiliyinin devrilməsi 509, bütün İtaliyanın tabe edilməsi 3-cü əsr, Karfagenin öz əyalətinə çevrilməsi 2-ci əsr və yaxud 146-cı il. Beləliklə 14-cü sualın cavabı 2, 1, 3, 4-cü variantı. Növbəti sualımız 15-ci sualdır. Cəmiyyət məsələlərinin dini qanunlarla həll etdiyi idarə etmə sistemi adlanır. Teokratiya adlanır. Buna keçmişdən misal olaraq Şumer şəhər dövlətlərini nümunə göstərə bilərik. 16-cı sual qədim Şumerlərə aiddir. Heroqlif yazı növünün yaranması qədim Misrə aiddir. İki arasının yerli sakinləri olması xeyr, onlar Mərkəzi Asiya və digər ərazilərdən Mesopotamiyaya gəlmişdilər. 4-cü minillikdə təkər ixtira edilmişdir. Bəli, cəmiyyət məsələlərinin dini qanunlarla həll edilib, idarə etmə sistemi mövcud olması. Bəli, 15-ci sualda bunu vurğuladıq. Tarixdə ilk dəfə yazılı qanunların yaradılması düzdür. Qulların canlı ölü alınması Misrə aiddir. Beləliklə cavab burada 3, 4, 5, yəni A variantını götürməliyik. Növbəti sualımız 17-ci sual. Uyğunluq gözlənilmişdir. Makedon İskəndərin şərqə yürüşü Midiya dövlətinin süqut etməsi. Xeyr, həmin dövrdə Midiya dövləti yox idi. Makedon İskəndərin şərqə yürüşü eramızdan əvvəl 4-cü əsrdə idi. 2. Akkadların başçısı Sarqonun Şumer şəhər dövlətini işğal etməsi dünya tarixində ilk imperiyanın meydana gəlməsi düzdür. 3-cü minillik və yaxud eramızdan əvvəl 24-cü əsrdə olmuşdur, bu düzdür. Qırmızı qaşlılar üsyanı Çində Xan sülaləsinin deməli devrilmişdir. Xeyr. Növbəti Metit Hanhunun uğurlu yürüşləri Monqol və Tibet tayfaları bəli tabe edilmişdir. Pinçin müqaviləsinin imzalanması Çinin cənub ərazilərinin Hunlara verilməsi, şimal ərazilərinin verilməsi idi. Cavab burada 2, 4-cü variantı. 18-ci sual uyğunluq gözlənilmişdir. Qədim Misirdə qulları adlandırırlar, kiçiklər xeyr, canlı ölülər adlandırırdılar. Nubiya ilk dəfə Misirə tabe edilmişdi. Firon 3-cü Tutmusun dövründə, xeyr 1-ci Tutmusun dövründə. Misirdə Firon ən yaxın köməkçisi olan ali məmur adlanırdı. Çati, bəli, düzgün cavab budur. Adətən öz böyük oğladını təyin edirdi. Kadeş şəhərini imzalamış müqaviləyə görə Misirə birləşdirdi. Şimali Suriya deyil, Cənubi Suriyadır. Misirin ilk paytaxtı Fiv şəhəri deyil, Memfis şəhəridir. Cavab burada C variantı. 19-cu sual. Uyğunluq pozulmuşdur. A variantı qədim Azərbaycan tayfası Lulubilərin yürüşü Akkad imperiyasının süqutu. Səhv variantı Kutilərin yürüşü nəticəsində süqut edib. Het dövləti ilə sülh müqaviləsi bağlanmışdır. 2-ci Ramzes bəli pozulmuşdur deyir burada. Uyğunluq pozulmuşdur. Elə A variantı. A variantıdır. Bəli. Het dövlətlə sülh müqaviləsi bağlamışdır. 2-ci Ramzes düzdür. Nubiyanı Misirə tabe etmişdir. 1-ci Tutmos düzdür. Tunc alətlər ilk dəfə hazırlamışdılar.
Şumerlər düzdür. Misirdə pilləkənli formalı ilk piramida Firon Cössərə düzdür. Pozulan variant burada A variantıdır. Yəni uyğunluq pozulmuşdur. Variantını istəyir. Het dövləti ilə Kadeş müqaviləsini imzalanmış dövlətin ərazisini müəyyən edin. Kadeş müqaviləsi eramızdan əvvəl 13-cü əsrdə imzalanmışdır. Qədim Misir dövləti ilə Het padşahlığı arasında imzalanmışdır. Xəritədə 1 rəqəmi Misir, 2 Het dövləti, indiki Kiçik Asiya Türkiyə ərazisində yerləşmişdir. 3 Azərbaycan, 4 Mesopotamiya və yaxud 2 çay arası, 5 Suriya ərazisi göstərilmişdir. Beləliklə Het dövləti ilə Kadeş müqaviləsini qədim Misir dövləti imzalamışdır və xəritədə deməli 1 rəqəmi ilə işarələnmişdir. Cavab orada A variantı. Növbəti sualımız 21-ci sualdır. Uyğunluq pozulmuşdur. A variantı eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma sərkərdəsi Pompey sülh müqaviləsi imzalamışdır. Albaniya dövləti ilə düz variantdır 66-cı ildə. B variantı Şərqi Roma İmperiyasının arasında daxil idi. Balkan yarımadası Misir, Romanın Asiyadakı torpaqları düz variantdır. Qədim Romada plebeylər xalq tribunu seçmə günü əldə etdilər 5-ci əsrdə düz variantdır. Qədim Romanın ilk yazı qanunları toplusu qəbul edilmişdir 5-ci əsrdə, bəli, düzdür. E variantı qədim Roma İmperiyasının süqutunu sürətləndirdi. Spartak üsyanı səhvdir. Deməli, qədim Roma İmperiyasının süqutunu sürətləndirmişdir. Uzun müddətli müharibələr, German tayfalarının üsyanları və belə deyək də uzun müddət ölkədə baş verən quldarlıq istehsal usulu imperiyanın süqutunu sürətləndirmişdir. 22-ci sual neçənci əsrə aid hadisə verilməmişdir? Deməli, qədim Romada 12 lövhə qanunların qəbul olunması 5-ci əsr. Bəli, var burada cavab. Roma Respublikası tərəfindən Makedoniya işğal edilməsi 146-cı il 2-ci əsr. E variantı düzdür. Qay Julius Sezarın senatda öldürülməsi eramızdan əvvəl 44-cü il. C variantı. Qədim Yunanistanın ilk dəfə Olimpiya oyunlarının keçirilməsi eramızdan əvvəl 776-cı il. Deməli, 8-ci əsr. Beləliklə, burada cavab D variantıdır. Eramızdan əvvəl 4-cü əsr. Heç bir, belə deyək də, bu əsrə uyğun hadisə verilməmişdir. 23-cü sual, qədim Roma İmperiyasının tarixi, Qərbi Roma İmperiyasının tarixinə aid olmayan hadisələri. Qərbi Roma İmperiyası, deməli, 395-ci ildən 476-cı ilə qədər mövcud olmuşdur. 395-ci ildə Roma İmperiyası Qərbi və Şərqi Roma İmperiyasına bölünmüşdür. Ona görə də, belə deyək, bu dövlət 395-dən 476-ya qədər olan dövrə Qərbi Roma İmperiyası adlanmışdır. Dövlətin paytaxtının qədim Yunan şəhəri Vizantiya köçürülməsi 330-dur. Bu Roma İmperiyası dövründə olmuşdur. Vandallar tərəfindən deməli Vandallar tərəfindən Roma şəhərinin tutulması 455 bu hadisə baş vermişdir. Hunlarla mübarizə aparılması deməli var idi. Qərbi Roma İmperiyasının tarixində xüsusilə biz gedə bilərik 451-ci ildə Katalan döyüşü. Qulların öldürülməsinin qadağan edilməsi bu Roma İmperiyası dövründə olmuşdur 2-ci əsrdə. German tayfaları tərəfindən süquta uğradılması, bəli, German tayfaları tərəfindən süquta uğradılmışdı. Deməli 476-cı ildə. Sonra 476-cı ildə Amid döyüşündə Sasani Alban qüvvələri ilə mübarizə aparması Amid döyüşü 359-cu il olmuşdur və Amid döyüşündə artıq Qərbi Roma İmperiyası yox idi. Beləliklə cavab burada 1, 3, bir də 6, 23, 1, 4, 6. Cavab burada 1, 4, 6'dır. 23-cü sualda 1, 4, 6, bəli. 24-cü sual, qədim Çində Xan sülaləsinin hakimiyyət dövrü üçün xarakteristikdir. Qədim Çində Xan sülaləsi 206-cı ildə aramızdan əvvəl 3-cü əsrdə hakimiyyətə gəlmişdir
və onun hakimiyyəti dövründə Vyetnam bəzi ərazilər işğal edilmişdir. Bəli, işğal edilmişdir. Konfutsi təliminin deməli rədd edilməsi belə bir versiya yoxdur orada. Əslində qəbul etmişlər. Vahid xalqa çevrilmişdi Çin əhalisi. Bəli, düzdür. Mete xanla sülh müqaviləsi imzalanmışdı. Pensiya müqaviləsi erkən sivilizasiya isə Çində dövlət yaranmadığı dövrdən mövcud olmuşdur. Cavab burada 1, 3, 4. Növbəti sualımız 25-ci sual. 25-ci sualda uyğunluq pozulmuşdur. Deməli, qədim Çində Konfutsi təli yayılmağa başlanmışdır. 6-4-cü əsrlərdə, bəli, düzdür. Qədim Çində ilk dəfə vahid xalq yaranmışdır. Sin sülaləsi dövründə səhv variantdır. Xan sülaləsi dövründə Mikina sivilizasiyasının dağılmışdır. Vulkan püskürməsi nəticəsində Axeylərin belə deyək, Axeylərin hücumu nəticəsində dağılmışdır. Axeylərin hücumu nəticəsində dağılmışdır. Üzrəm Mikena mədəniyyəti Dori tayfalarının hücumu nəticəsində dağılmışdır. Çində qırmızı qaşlar üsyanı baş vermişdir. Eramızdan əvvəl 1-ci əsrdə, xeyr, 1-ci əsrdə deyil, bizim eramızın 1-ci əsrindədir. Çində sarıqlar üsyanına başçılıq etmişdir Çjan qardaşları. Beləliklə 25-ci sualda cavab 2, 3, 4. 2, 3, 4. Cavab burada 2, 3, 4 düzgün variant. Növbəti sual döyüşlərin xronoloji ardıcıllığını müəyyən edin. Qavqamela döyüşü eramızdan əvvəl. Deməli, bütün bu döyüşlər eramızdan əvvəl baş verib. 331, Ağaç döyüşü 716, Marafon 490, Xərəniyə 338. Bütün bu 4 döyüş eramızdan əvvəl baş verdiyi üçün deməli, döyüşlərin xronoloji cəhətdən düzərkən çoxdan aza bir düzməliyik. Cavab 2, 3, 4, 1. 2, 3, 4, 1. 27-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, eramızdan əvvəl 7-ci əsr, eramızdan əvvəl 6-cı əsr, eramızdan əvvəl 5-ci əsr. Qədim Romada konsulların seçilməyə başlanması, respublikanın yaranması ilə bağlıdır. Roma Respublikası eramızdan əvvəl 509-cu ildə yaranmışdır. Beləliklə, konsullar həmin dövrdə seçilməyə başlamışdır. Deməli, 6-cı əsr olacaq A variantı. Romada padşahlıq dövrünün başlanması, bu heç bir varianta uyğun gəlmir. Çünki padşahlıq dövrü 8-ci əsrdə olmuşdur. Romada 12 lövhə qanunların verilməsi 5-ci əsrdə olmuşdur. Beləliklə 3-ə gedəcək burada. Azərbaycanda İskit padşahlığının yaranması 7-ci əsrdir. 7-ci əsrdə olmuşdur. Deməli, İskit padşahlığının yaranması Afinada azad əhalinin yoxsul təbəqəsinə vətəndaşlıq hüququnun verilməsi isə deməli 6-cı əsrdə olmuşdur. Beləliklə cavab burada olacaq 27-ci sual olacaq burada 1. Deməli 1 oldu burada bir D variantı. 1 D variantı, D variant, 1 D variantı, 1 D variantı, 2 AE, 2 AE, 3 C variantı. C variantı. Növbəti sualımız. Mənbəni oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 28-30 sayılı tapşırıqları yerinə yetirin. İtaliyanın istila edilməsindən sonra Romanın təcavüzkar baxışları artıq neçə ildir Roma ilə Karfagen arasında uğruna mübarizə getdiyi ərazilərə yönəldi. Eramızdan əvvəl 3-cü əsrin 60-cı illərində Karfagen demək olar ki, bütün adanı işğal etmişdi. Eramızdan əvvəl 289-cu ildə Cənubi İtaliyadan olan Muzluları, Mametrinlər Sirakuza qarşı qalxdılar və Messina şəhərlə birlikdə adanın bütün şimal-şərq hissəsini zəbt etdilər. Mamertinlilər də mübarizədə Sirakuzun çarı Guillermo başçılıq etdi. Eramızdan əvvəl 265-ci ildə o düşməni döyüşdə məğlub etdi və Messinanı mühasirəyə aldı. Çıxılmaz vəziyyətdə düşən Mamertinlər bu iki hissəyə bölündülər. Bir hissəsi Karfagenə müraciət etdi, o birisi Romaya. Karfagenlər özlərini birinci çatdırdılar, lakin Romalar Messinaya daxil olmuş Karfageni qarnizonu oradan sıxışdırıb çıxartdılar. Beləliklə uzun müddət davam edən yeni müharibənin başlaması oldu. Mənbədə bəhs edilən müharibənin adını yazın. Pun
müharibəsindən söhbət gedir, Pun müharibəsi. Mənbədə bəhs edilən müharibədə dövlətlərin əsas məqsədlərini yazın burada. Əsas məqsədləri Siciliya adasını ələ keçirmək və Aralıq dənizi uğrunda mübarizə. Xüsusilə onun qərb bölgəsi uğrunda gedən mübarizə idi. Aralıq dənizinin qərbi uğrunda gedən mübarizə. Mənbədə bəhs edilən müharibənin iki əsas nəticəsini qeyd edin. Karfagen məğlub oldu. Deməli, Karfagen məğlub oldu. Siciliya, Sardiniya, Korsika adaları Roma tərəfindən işğal olundu və Romanın mövqeyi xeyli gücləndi.